Selam əleyküm. Ramazanın 25-ci günündəyik. İnsan təbiəti etibarilə yığmağa, toplamağa və mənimdir deməyə meyillidir. Lakin İslam bizə tam fərqli bir məntiq təqdim edir. Verdiklərin sənindir, saxladıqların isə deyil. Bugün çoxumuzun sadəcə maddi kömək kimi gördüyü, əslində isə ruhun ən böyük təmizliyi olan sədəqədən və paylaşmağın insan psixologiyasına təsirindən danışacağıq. Günün ayəsi, bir toxumun 700 qatı. Ayə, mallarını Allah yolunda sərf edənlərin halı, 7 sümbül verən bir toxuma bənziyir ki, bu sümbüllərin hər birində 100 ədəddən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Bəqərə surəsi 261. Açıqlama. Bu ayədə Allah bizə mükəmməl bir təbiət metaforası ilə müraciət edir. Bir buğda dənəsi torpağa düşəndə, necə ki yüzlərlə dənəyə çevrilir, Allah yolunda ehtiyacı olan üçün verilən 1 manat, bir tikə çörək və ya bir xoş söz də eləcə artır. Bu sadəcə axirət savabı deyil, sədəqə verən insanın ruzisindəki bərəkəti Allah bu dünyada da hiss etdirir. Əslində sədəqə verən kəs qarşısındakına deyil, öz gələcəyinə və öz ruhuna yaxşılıq etmiş olur. Günün hədisi, malın azalmazlığı. Hədis, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur. Sədəqə vermək maldan heç nə azaltmaz. Allah əfv edən bəndəsinin şərəfini artırar. Müslim. Açıqlama. Riyazi olaraq cibimizdən bir məbləğ çıxanda rəqəmlər azalır. Amma mənəvi hesabdakı bərəkət faktoru burada dövrəyə girir. Peyğəmbərimiz bizə təminat verir. Verdiyiniz üçün yoxsullaşmayacaqsınız. Əksinə, paylaşan insan həm Allah qatında, həm də insanların gözündə yüksəlir. Hörməti və daxili huzuru artır. Sədəqə sadəcə pul deyil, həm də təbəssümdür, birinin yükünü yüngülləşdirməkdir. Günün duası, cömert bir qəlb istəmək. Gəlin bu mübarək ayın son günlərində bu dua ilə Rəbbimizə yönələk. Allahım, bizi sənin verdiyin nemətləri başqaları ilə bölüşməyi bacaran cömert bəndələrindən eylə. Qəlbimizi xəsislikdən, mal-dövlət hərisliyindən və dünya sevgisindən qoru. Verdiyimiz hər bir sədəqəni qəbir qaranlığında bizə nur, qiyamət günündə isə atəşə qarşı sipər eylə. Bizi verən əl eylə, alan əl eyləmə. Amin. Əziz dostlar, bugünün tapşırığı. Bugün heç kimin xəbəri olmadan, sağ əlin verdiyini sol əl bilmədən kiçik də olsa bir sədəqə verin. Bu bir quşun qabağına su qoymaq, tanımadığınız bir ehtiyac sahibinə yardım etmək və ya bir yetimin üzünü güldürmək ola bilər. Gizli edilən yaxşılıq Allahın qəzəbini söndürər. Şərhlərdə paylaşmağın sizə verdiyi duyğunu bir kəlmə ilə ifa edin. Sabah 26-cı gündə səbrin mükafatı mövzusunda görüşənədək. Allaha əmanət olun.